Salam, bugün sizinlə biologiyadan birinci qəbul imtahanına hansı mövzular düşəcək bu barədə məlumat verəcəm. Ümumiyyətlə mənə ən çox verilən suallardan biri imtahana hansı mövzular və hansı tip suallar düşəcək və imtahan hansı səviyyədə olacaq. Mən də sizə söz vermişdim ki, qəbul imtahanına azalmış bu barədə video izah çəkəcəm və suallarınızı cavablayacağam. İndi də qəbul imtahanına çox az bir müddət qalıb. Mən də qərar verdim ki, artıq izahı çəkim və siz də ona uyğun olaraq tapşırıqları düzgün şəkildə yerinə yetirəsiniz. Ümumiyyətlə, imtahanın hansı səviyyədə olması belə izah edə bilərəm ki, əslində siz abituriyentlərdən asılıdır. Bunu necə izah edə bilərəm? Yəni ki, əgər bir abituriyent bütün materialı düzgün şəkildə öyrənibsə, hər birisindən məlumatı varsa, təbii ki, tam məlumatı varsa və həmin materiala uyğun müxtəlif tip test tapşırıqları ilə tanış olubsa, ona imtahan çox rahat gələcək. Təbii ki, başa düşürəm ki, insana həyəcan, stres də mane ola bilər, amma mən bugün sizinlə elmi hissədən danışmaq istəyirəm. Yəni bütün material tam hazırdırsa, heç bir mövzularda bir boşluq yoxdursa, işlənməmiş bir test tapşırığı yoxdursa, siz əmin ola bilərsiniz ki, imtahanda hansı tip test tapşırığı olur olsun, siz onun öhdəsindən gələ biləcəksiniz. Təbii ki, test tapşırığını da yaza bilmək üçün mövzunu mükəmməl səviyyədə bilmək lazımdır. Yox, əgər proqramda bir boşluq olubsa, hansısa bir mövzunu öyrənməmisinizsə və yaxud da ki, ona uyğun düzgün test tapşırıqları işləməmisinizsə, sizdə imtahanda çətinlik ola bilər. Mən ümid edirəm ki, hər biriniz materialla düzgün şəkildə tanış olub, ona uyğun test tapşırıqlarını işləmisiniz və imtahan sizin üçün çox rahat formada keçər. Ümumilikdə desəm, orta səviyyədə olacaqdır. Yəni, çox çətin olmaz, nə də ki, çox belə bəsit olmaz. Qəbul imtahanından danışırıq. Ümumiyyətlə, həmin o test tapşırıqlarının içində çox asan sual da olur, orta səviyyəli sual olur. Çox düşündürücü suallar olmur ümumiyyətlə. Əgər diqqətli olsanız, öhdəsindən gələ bilərsiniz. Və indi mən sizə hansı mövzular düşəcək bu barədə məlumat vermək istəyirəm. Ümumiyyətlə, belə deyə bilərəm ki, qəbul imtahanında birinci cəhdində əsasən əvvəllər düşür, yəni ümumi biologiyanın çox hissəsi düşmür. İkinci qəbul imtahanında isə əsas üstünlüyü ümumi biologiya verirlər. Təbii ki, digərləri də düşür. İndi isə bizim işimiz birinci qəbul imtahanı üzərində işləmək olduğuna görə gəlin görək botanikadan hansı mövzular düşə bilər. Təbii ki, bu mənim fikrimcə bunlar düşə bilər və keçən il mən çıxartmışdım yenə mövzular və 30-30 mənim dediyim formada düşmüşdü sualların hər birisi. Görək bu il necə olacaqdı, bu il neçəsi tutacaqdı, belə deyim. Gəlin baxaq nələr düşə bilər. Deməli, botanikadan toxumalar vegetativ generativ orqanları qeyd etmişəm. Burada nə cür sual gözləyirəm? Vegetativ olsun, məsələn, metamorfozdan bir sual düşə bilər. İstər kök, gövdə, yarpaq, hər hansı metamorfozu. Metamorfoz da bilirik ki, şəkil dəyişmədir. Ümumiyyətlə, şəkil dəyişmələrə fikir verin. Son bir neçə ildə gövdənin quruluşuna aid bir sual düşür. Gövdənin quruluşuna fikir verin. Və kök, gövdə, yarpaq, onlarda üstünlük təşkil edən toxumalara fikir verin. Törədici olsun, ehtiyat toplayıcı olsun, fotosintez edici olsun. Yarpağın anatomik quruluşuna fikir verin. Daha sonra kökün anatomik quruluşuna və orada olan zonalara xüsusi diqqət yetirin. Daha sonra deyə bilərəm ki, metamorfozun üstündə bir tık daha dayanın. Metamorfoza xüsusi diqqət yetirin. Zoğ metamorfozu ola bilər. Yəni gövdə metamorfozu və yaxud kök metamorfozu ya da ki, yarpaq metamorfozu, yəni şəkil dəyişməsi və onlara uyğun funksiyaları xüsusi diqqət yetirin. Daha sonra generativ orqanlarda isə burada bir hərf səhv olub. Generativ orqanlarda isə çiçək qruplarından sual gözləyirəm. Çiçək qruplarına xüsusi diqqət yetirin. Məsələn, keçən il çiçək qrupları ilə seleksiyanı əlaqələndirib bir sual forması hazırlamışdılar. Bu ildə yenə çiçək qruplarından sual düşə bilər. Tozlanmaya fikir verin. Məsələn, qəbul imtahanında belə bir sual da olub ki, küləklə tozlanma ilə həşəratla tozlanmaya əlaqələndirib bir Eylerven dairəli sual hazırlamışdılar. Ümumiyyətlə tozlanmaya da fikir verin. Məsələn, öz-özünə tozlanmanın xüsusiyyətləri küləklə və həşəratla
Bilirik ki, hər birisinin çiçəklərində özünə uyğun təkamül nəticəsində uyğunlaşma qazanılmışdır. Biz bunları bilməliyik. Mən vaxt getməsin deyə bacardığım qədər qısa danışıram. Daha sonra 2 qat mayalanmaya fikir verin. Orada ziqotun əmələ gəlməyi, endospermin əmələ gəlməyi, mərkəzi hüceyrənin necə formalaşmağı, bunlara xüsusi diqqət yetirmək lazımdır. Və orada toxumun quruluşu, meyvə tipləri. Meyvə tiplərinə də xüsusi diqqət yetirin. Məsələn, çiçək qrupunu verər, yanında da ona uyğun olan meyvə tipini verər. Belə bir sual düşə bilər. Daha sonra generativ orqanlardan çiçəyin yenə quruluşuna xüsusi diqqət yetirin. Və növbəti mövzumuz yosun, çoxalması və konjugasiyanı qeyd etmişəm. Ümumiyyətlə yosunun çoxalmasına lap bir diqqətlə baxın. İstər xlorellanın olsun, istər spirogiranın olsun. Bilirik ki, xlorella yalnız qeyricins yolla çoxalır. Spirogirada isə biz konjugasiya prosesini müşahidə edirik. 9-cu sinif kitabında bu haqda məlumat var. Spirogiranın çoxalmasında yekunda danışacağım. 4 hüceyrə əmələ gəlir. Bunun üçün məhv olub, biri inkişaf edir. Buna aid bir sual da düşmüşdü qəbul imtahanında. Bu ildə əlaqəli bir sual ola bilər. Və yaxud da ki, onların xromatoforlarının quruluşuna fikir verin. Məsələn, spirogirada lent şəkillidir, ulvada lövhə şəkillidir, ulotriksdə qapanmayan həlqə şəkillidir. Yəni bunlara da diqqət yetirin. Ulotriksin çoxalmasına, məsələn, ziqotun meyoz yolla bölünməsinə, nəsil növbələşməsinə, bu prosesləri və bilirik ki, laminariya, yəni ki, dəniz kələmi bitkisindən raxit və sarılıq xəstəliklərinin müalicəsində də istifadə olunur. Bunlardan aqar-aqar maddəsi alınır. Qənnadi sənayesində sabunun alınmağında da xüsusi istifadə olunur. Qida kimi də istifadə olunur. Suyun çiçəklənməsində də xlorella və xlamdamonadanı qeyd edirlər. Bu sual suyun çiçəklənməsi ilə əlaqəli tam düşməsə də, çünki bəzi nəşrlər təkcə xlorellanı götürür, bəziləri xlamdamonadanı, bəziləri isə hər ikisini götürür. Bu tam düşməsə də, amma ümumiyyətlə onların çoxalması, hansı xəstəliklərdə istifadə olunması və eyni zamanda xromatoforlarının quruluşu düşə bilər və ibtidai canlılardır. Bunlara aid sual ola bilər təbii ki də. Və yaxud da ki, yosunlarla bir hüceyrəli heyvanları əlaqələndirib bir sual hazırlaya bilərlər. Bunlara da fikir vermək lazımdır. Daha sonra qıcıkimlər, plankimlər, qatırquyruq kimlər, bunların oxşar xüsusiyyətini seçməyimizi istəyə bilər. Və yaxud da ki, həmin bu qıcıkimlər, plankimlər, qatırquyruq kimlərlə mamırların fərqli xüsusiyyətini istəyə bilər. Bunlarla əlaqəli qrafik və yaxud Eylerven dairəli bir sual ola bilər, adi bir sual da ola bilər. Daha sonra belə bir sualda təbii ki, rastlaşa bilərik. Plan kimilərlə mamır kimilərin Eylerven dairəsində xüsusiyyətlərini soruşa bilər. Yenə də bu canlılarımızın da çoxalmasına fikir verməliyik. Orada olan nəsil növbələşməsinə, protonemaya, protola, sporofit, gametofit nəslə və onların xromosom dəstələrinə xüsusi diqqət yetirməliyik. Mayalanma mühitinə, yəni fikir vermək lazımdır. Daha sonra bir də hansında neçə vegetativ orqan var və yaxud da ki, hansında yoxdur, hansı kökümsov var. Biz bilirik ki, qıcıq kimilərdən artıq və digərlərində plan kimilər, qatırquyruq kimilərdə biz kökümsova rast gəlinirik. Təbii ki, istisnalar olur, amma biz ümumi danışacağıq ki, kökümsov olur, amma mamırlarda, məsələn, sfagnium mamırında rizoid yoxdur, amma quş mamırında rizoid var və onlarda artıq kök yoxdur. Sadəcə kökə bənzər bir cisimcik hüceyrə var. Bunlara diqqət yetirməliyik. Daha sonra belə bir sualda 6-cı yazdığım neçə dəfədir ki, qəbul imtahanında düşür. Şamın sarımtıl yaşıl qozası ilə söydüyün sarımtıl yaşıl çiçəyi Eylerven dairəli və yaxud da ki, adi bir sual ola bilər. Daha sonra ümumiyyətlə mən sizə məsləhət bilərəm ki, mövzulararası əlaqəni işləyin. Oradan ya eyni bir sual da düşə bilər, orada olan sual tiplərinə uyğun suallar da düşə bilər. Mövzulararası əlaqəni işləmək və yaxud ki, fənlər arası əlaqə deyirik. Onları işləmək sizin üçün çox böyük fayda verəcəkdir. Oradan suallar düşür. Mən bunu həqiqətən deyə bilərəm ki, oradan suallar düşür. Orada olan suallara uyğun bir sual da düşə bilər. Ona görə imtahana az bir müddət qalmış, onları da işləyin. Daha sonra deyə bilərəm ki,
Eldaşamdır, ginkodur, qara şamdır, qara çöhrədir, sekvoya bu bitkilərin xüsusi quruluşuna, məsələn, endemik bitki olur eldaşamı. Buna fikir verin. Ginko enli yarpaqlıdır və digərlərində quruluşuna xüsusi diqqət yetirin. Belə bir sual ola bilər ki, küknarla adi şamla əlaqələndirib el-ervin dairəli bir sual hazırlaya bilərlər. Daha sonra qoza tiplərinə fikir verin. Başqa və yaxud da ki, çılpaq toxumlarla örtül toxumları əlaqələndirib el-ervin dairəli sual hazırlaya bilərlər. Biz bilirik ki, artıq bir neçə ildir ki, xüsusilə el-ervin dairəli suallar düşür, qrafik tipli suallar düşür. Mən sizə məsləhət bilərəm ki, bu sualların üstündə çox yaxşı dayanasınız. Çünki ən maraqlı suallardan biridir təbii ki də. Amma bəzi abituriyentlər təəssüf ki, diqqətsizlik edə bilirlər. Ona görə sualların üzərində çox dayanın. Və yaxud da ki, örtülü toxumlulardan fəslə nümayəndələrinə düşə bilər. Məsələn, mən qeyd etmişəm, mürəkkəb çiçəkli ola bilər, paxlalı, badımcan çiçəkli. Burada və digərləri də təbii ki, ola bilər. Xaç çiçəklər də ola bilər, taxıllar da, zambaqlar da, bunlar da ola bilər. Məsələn, mürəkkəb çiçəklərdə çiçəyin quruluşuna, orada səbət çiçək qrupuna, toxumça meyvəyə, yalançı dilcik şəkilli, həqiqi dilcik şəkilli, boru şəkilli, qış şəkilli çiçəklərə xüsusi diqqət yetirin. Orada məsələn kasa yarpağı yoxdur, onun yerinə kəkil əmələ gəlir. Çiçəklərin birləşmə tipinə və digərlərini burada da qeyd etmişəm. Həqiqi dilcik şəkilli, boru şəkilli çiçəklərə xüsusi diqqət yetirməliyik. Məsələn, paxlallarda da çiçəkdə olan ləçəyin quruluşuna fikir verin. 9 erkəyin bitişik birinin sərbəst olmağına fikir verin. Daha sonra belə bir sual ola bilər ki, məsələn, mürəkkəb çiçəkləri verər və yaxud da ki, xaç çiçəkləri verə bilər, digər tərəfdə zambaqları verə bilər. Onlara uyğun oxşar və fərqli xüsusiyyətləri seçin deyə bilər. El-ervin dairəli bir sual ola bilər. Daha sonra burada həşərat tutan bitkilərə də xüsusi diqqət yetirməyinizi deyərəm. Məsələn, nepenthisli milçək canlı, qovuqlu bitkidir, şey çiçəyidir. Bunlara fikir verin, miksotrof qidalanmasına, azot çatışmayan torpaqda bitməsinə görə və məsələn, qovuqlu bitkidə iki növ vegetativ orqan var. Kökləri olmur, bataqlıqda suda bitirlər. Onlarda sadəcə gövdə və yarpaq var. Daha sonra bitkilərdən nələr düşə bilər? Toxumalar da yenə qeyd etdiyim kimi necə düşə bilər? Məsələn, gövdənin quruluşunu verər, digər törədici toxuma harda üstünlük təşkil edir? Ötürücü toxuma harda üstünlük təşkil edir? Ehtiyat toplayıcı toxuma harda üstünlük təşkil edir? Və yaxud da ki, sütunvari, süngərvari toxuma, məsələn, yarpağın anatomik quruluşundan bizə nümunə deyə bilər. Saplaqlı, saplaqsız olmağına görə, mürəkkəb, sadə çiçək qruplarına görə də bölə bilər və eyni zamanda təbii ki, bu generativ orqanlardır. Məsələn, vegetativ orqanlardan başqa belə düşə bilər ki, yarpağın sadə və mürəkkəb olması. Məsələn, mürəkkəb yarpaqlarda orada tək lələk var, cüt lələk var. Bunlara fikir verin. Çiçəyin quruluşuna da xüsusi diqqət yetirin. Çiçək qruplarına aid yenə dediyim kimi bir sual ola bilər. Daha sonra həmin o çiçək qruplarına uyğun meyvə tiplərini də öyrənin. Başqa bitkilərdən bu qədər, yəni ağlıma gələn sual tipləri ancaq belədir. Zoologiyadan isə bir hüceyrələr məsələn qeyd etmişəm. Bir hüceyrələrdə miksotrofluğa fikir verin. Bir hüceyrələrin quruluşuna adi əməb olsun, yaş levqilena olsun və yaxud da xəstəlik törədənlər olsun. Ümumiyyətlə yadda saxlayın ki, bir sual xəstəlikdən düşür. Bu xəstəlik istər heyvani olsun, istər anatomik olsun, istər ümumbiologiyaya aid olan sindromlar olsun. Yəni düşə bilər. Burada da qeyd etmişəm təbii ki, hər birisi. Məsələn, liambliyadır, tripanosomdur. Bunların leishmaniya törətdiyi xəstəlikləri, onların quruluşlarını öyrənin. Dizenteriya əmöbünü öyrənin. Və bir hüceyrələrlə yosunları əlaqələndirib bir sual hazırlaya bilərlər. Digər məsələn bağırsaq boşluqları qeyd etmişəm. Bağırsaq boşluqlarının ektoderma, endoderma qatında olan hüceyrələrinə, tumurcuqlanma yolu ilə çoxalmasına, meduzaya, hidraya xüsusi diqqət yetirin. Daha sonra bağırsaq boşluqlarla molluskları əlaqələndirib bir sual hazırlaya bilərlər və yaxud da ki, tək mollusklardan kalmarla anadonta və ilbiz belə bir qrafik tipli sual hazırlaya bilərlər və yaxud da ki, kalmarla ilbizin el-ervin dairəli sualı ola bilər, anadonta ilə ilbiz də ola bilər. Bunlara fikir vermək lazımdır. Daha sonra bağırsaq boşluqlarda yenə dediyim kimi çoxalmaları, onların ektoderma, endoderma qatının quruluşlarına fikir verək.
Qurdlara aid sual hər il qəbul imtahanında düşür. Bu il də düşə bilər. Yastı, sap, həlqəvi qurdlara xüsusi diqqət yetirin. Məsələn, qrafik tipli sual hazırlaya bilər. Orada verə bilər ki, öküz soliteri, askarid, məsələn, soxulcan və yaxud da ki, tip zəlisi. Bunların oxşar xüsusiyyətləri, fərqli xüsusiyyətlərini qeyd edər, seçməyimizi istəyər və yaxud da ki, doğru-səhv mülahizəni müəyyən etməyimizi istəyə bilər. Digər qurdlar da düşə bilər. Qaraciyər sorucusu da ola bilər, ağ planarda ola bilər, nirit, qumqurdu, uşaq biz quyruğu, yəni bunlar da düşə bilər təbii ki. Ümumiyyətlə qurdlara aid sual gözləyirik. Qurdlara aid olan hissəni, ümumiyyətlə yastı, sap, həlqəvi qurdları təkrar edin. Onlara uyğun test tapşırıqları işləyin. Daha sonra qeyd etmişəm xərçənglər. Xərçənglərdir, ümumiyyətlə həşəratlarda, həşəratlara aid sual gözləyirəm. Hörümçək kimlərdə düşə bilər, əqrəblər dəstəsi oradan düşə bilər, hörümçəklər dəstəsi və digərləri. Məsələn, xərçənglərdə yaşıl vəziyə, həzm sisteminə, qan damar sisteminə diqqət yetirin. Daha sonra həşəratlarda tam natamam inkişafa, yəni xüsusilə çoxalması və dəstələrini qeyd etmişəm. Qan damarda, tənəffüsdür, hörümçəkdə xoliserdir, pedipalpdır, əqrəbdə zəhər vəzilərdir, ümumiyyətlə əqrəbləri də öyrənin, suallar düşə bilər və bunlarda xarici skeletlə əlaqəli bir sual ola bilər. Burada da qurdların, məsələn, əsasən çoxalmasına fikir verin. Yəni, ən çox oradan düşə bilər. Məsələn, belə bir sual da düşə bilər ki, qan damar sistemi ilk dəfə hansı qurdlarda əmələ gəlib, hansı anaerob mühitdə yaşayır, onları seçin. Yəni, belə bir suallar düşə bilər təbii ki. Biohelmint, geohelmint, əlaqə təmas elementləri, bunlara fikir vermək lazımdır. Qəbul imtahanında bu tip suallar da düşür. Və yenə xərçənglərdir, həşəratlardır, hörümçək kimlərdir, Eylervin dairəli sual və yaxud da ki, qrafik tipli sual düşə bilər. Balıqlarla amfibiləri qeyd etmişəm. Məsələn, balıqlarla çömçə quyruğu əlaqələndirib bir sual hazırlaya bilərlər. Adi bir sual da ola bilər, Eylervin dairəli sual da ola bilər və balıq amfibi sürünənə aid bir sualda hazırlaya bilərlər. Tək-tək də düşə bilər təbii ki, amma bu hissələrə də xüsusi diqqət yetirmək lazımdır. Amfibi sürünən sual yazmışam və ümumiyyətlə məməlilər qəbul imtahanının sevimli bölmələrindən biridir. Orada dəstələrə, onların sümük sisteminə, quş və məməlinin hər ikisinin sümük sisteminə, balıq amfibi sürünəndə sümük sisteminə, qan damar sisteminə xüsusi diqqət yetirin. Ürək kameralarının sayı, bədəndə dövr edən qanları, ürəkdə dövr edən qanları, daha sonra onların sümüklərinə, bunlara diqqət yetirmək lazımdır və dəstələrə, nümayəndələrə. Bunları öyrənsəniz, bilin ki, rahat olacaq. Daha sonra buradan heyvanlarda başqa nə düşə bilər? Bir hüceyrəli ilə, məsələn, əlaqələndirib məməlinə bir hazırlayıb bir sual ortaya çıxarda bilərlər. Quruluş xüsusiyyətlərinə uyğun olaraq belə bir sual düşə bilər. Məsələn, balıqları xüsusilə öyrənin, amfibiləri, sürünənləri öyrənin, məməlilər düşə bilər. Yenə quşlarla məməliləri əlaqələndirib Eylervin dairəli sual hazırlaya bilərlər və yaxud da balıqlarla quşları əlaqələndirib sual hazırlaya bilərlər. Bunlara fikir vermək lazımdır. Daha sonra bakteriyalar, göbələklər, şibyələrə qeyd etmişəm. Mən dediyim kimi, xəstəliyə aid mütləq sual düşür. Bu, istər bakteriyalı olsun, istər göbələyin törətdiyi xəstəlik, istər qan damar sistemi, həzm, tənəffüs və yaxud analizatora aid bir xəstəlik, ümumi biologiyadan sindromlara aid bir xəstəlik, heyvani xəstəliklər. Yəni, xəstəliyə aid sual düşəcəkdir. Xəstəliklərə diqqət yetirin. Götürün bir konspekt hazırlayın və orada xəstəlikləri, bütün xəstəlikləri çıxardın, orada öyrənin. Bakteriyaların törətdiyi xəstəliklər, bakteriyaların forması və qidalanması, hemototrofluq, daha sonra fototrofluq, yəni bunlara fikir vermək lazımdır. Və burada saprofit qidalanma formasına da fikir verin. Onu da qeyd etmişəm, aşağıda danışacağım. Göbələyin də törətdiyi xəstəlikləri bir hüceyrəlilərdir və onların çoxalması, boru şəkilli, lövhə şəkilli sporların yerləşməsinə görə bunlara fikir vermək lazımdır. Pas göbələyi olsun, sürmə göbələyi olsun, başqa qov göbələyi olsun, bunlara da fikir vermək lazımdır. Mayadır, mukordur, penisildir. Bunlara fikir verin. Məsələn, göbələklərə aid belə bir sual da ola bilər ki, bilirik ki, qrafik tipli suallara xüsusi diqqət yetirirlər. Maya göbələyini verər, şampinyon verər, daha sonra qov göbələyini verər. Bunlarla oxlarla işarələnən suallar olur. O tip sual da düşə bilər. İndi göstərəcəm həmin sual tipləri sizə.
Və şibyələrə aid bir sual gözləyirəm. Nədənsə düşünürəm ki, şibyələr də düşə bilər. Onların anatomik quruluşuna fikir verin. Məsələn, təmiz havanın indikatoru olmağını bilməliyik. Şibyələrin növlərini ümumiyyətlə bilmək lazımdır. Bilməliyik ki, şibyələr kükürdə olan ərazilərdə inkişaf edə bilmirlər, çətinlik yaradır onlara kükürt qazı olan ərazilər. Ümumiyyətlə şibyələrin anatomik quruluşu və növləri mükəmməl səviyyədə öyrənin. Daha sonra keçək necə bir sual ola bilər? Bakteriyalarla göbələkləri əlaqələndirib bir sual hazırlaya bilərlər. Anatomiya keçək artıq. Anatomiyadan vəzlərə aid sual gözləyirəm. Demək olar ki, hər il qəbul imtahanında düşür, bu il də düşə bilər. Yəni düşəcək də deyə bilərəm. Vəzlər daxili qarışıq ikisi bir yerdə Eyler-Venn dairəli bir sual ola bilər. Xəstəliklər ola bilər. Qrafik tipli sual olar. Məsələn, xəstəliyi yazar, deyər ki, hansı hormonun çatışmazlığıdır və yaxud da ki, hormonu verər, deyər ki, hansı vəzin hormonudur və yaxud da ki, bu hormonun çatışmazlığı nəticəsində hansı xəstəlik yaranır. Xəstəliyi verər, deyər, hansı vəzin hormonunun hiper və ya hipofunksiyası nəticəsində yaranır. Bunlara diqqət yetirmək lazımdır. Xəstəliklər, hormonlar və sinirdən də parasimpatik və simpatik sinirlərə fikir vermək lazımdır. Sümük sistemə qəbul imtahanının sevimli suallarından biridir. Yəni demək olar ki, 100% düşür. Qəbul imtahanına sümük sistemindən yenə də sual düşəcəkdir. Onların növləri, birləşməsi, sınıq, çıxıq, burxulmaya xüsusi diqqət yetirmək lazımdır. Qan damar sistemi ilə tənəffüsü əlaqələndirib bir sual hazırlaya bilərlər. Orada ürəyin quruluşu, eritrosit, trombosit, leykosit və tənəffüs prosesi, onların orqanları, arteriya, vena, alveol, kapillyar, bunların da quruluşuna fikir vermək lazımdır. Ürəyə birləşən damarlar, ürəkdən çıxan damarlar, bunlara da diqqət yetirək. Həzm sisteminin xəstəliyi ilə, qan damar sistemi xəstəliyi ilə, tənəffüs sistemi xəstəliyindən və yaxud da ki, vəzlərin hiper və hiperfunksiyası nəticəsində yaranan xəstəliklərə xüsusi diqqət yetirin. Dediyim kimi, xəstəliklər düşür. Sümük sistemi xəstəliyi də ola bilər, raxit ola bilər, osteomaliyasiya ola bilər. Yəni xəstəliklərə xüsusi diqqət, sümük sisteminə xüsusi diqqət, vəzlərə diqqət, daha sonra başqa nə deyə bilərəm? Yosun qıcı kimlər, mamır kimlərə diqqət yetirin, vegetativ, generativ orqanlara fikir verin. Başqa həşəratlara fikir verin, məməlilərə fikir verin. Bir hüceyrələrə, qurtlara xüsusi fikir verin. Qurtlara aid sual düşür. Xərçəng kimlər, həşəratlar, hörümçək kimlər, məsələn, həşəratlardan düşə bilər, xərçəng kimlərdən düşə bilər, balıqlardan düşə bilər. Bunlara diqqət yetirmək lazımdır. Daha sonra cinsiyyət sisteminə aid bir sual mütləq düşür. Həzm sisteminə aid sual ola bilər. Məsələn, həzm sistemi ilə qan damar sistemini əlaqələndirib bir sual hazırlaya bilərlər. Qaraciyər məsələn düşə bilər. İfrazat sisteminə aid suallar da təbii ki ola bilər. Məsələn, ifrazat, həzm, qan damar əlaqəli böyrək, qaraciyər, bağırsaq, yəni belə bir sual hazırlaya bilərlər. Necə? Məsələn, qaraciyəri verər, oradan ona gələn damarları verə bilər, ondan yəni qan damar sistemi ilə də əlaqəli bir sual ola bilər. Oradan bağırsaq açılmağı, yəni belə bir sual hazırlaya bilərlər. Cinsiyyət sistemi də bu il düşəcəkdir. Ümumiyyətlə, hər il qəbul imtahanına düşən suallardan biri də cinsiyyət sisteminə aiddir. Aybaşı disiplinə cift, döl, sarı cisim, ovulyasiyaya xüsusi diqqət yetirmək lazımdır. Dölün əmələ gəlməyidir. Orada eyni yumurta əkizləri olsun, müxtəlif yumurta əkizləri olsun, ciftin sayıdır. Yəni, bunlara fikir vermək lazımdır. Bir də ki, aybaşı disiklidir, onların davam etmə müddətidir. Hansında uşaqlıq divarı qalın, hansında nazik olur, bunlara fikir vermək lazımdır. Bunlara aid sual düşə bilər. Mayalanma hansı fazada baş verə bilər, hansı fazada baş verməyə bilər. Yəni, belə bir suallara fikir vermək lazımdır. Analizatora aid sual gözləyirəm. Məsələn, gözlədiyim gözdən ola bilər və yaxud da ki, qulaqdan. Gözə aid belə bir sual ola bilər ki, xəstəlik və yaxud da ki, gözün quruluşu, qulağın da quruluşu, əlavə olaraq dəridən də sual ola bilər. Yəni, analizatordan da xəstəliyə aid bir sual da gözləyirəm, deyə bilərəm. Ümumiyyətlə, gözün quruluşuna, qulağın quruluşuna, dərinin quruluşuna fikir verin. Gözə aid sual ola bilər. Uzaqdan görmə, yaxından görmə, astigmatizm və yaxud da ki, daltonizm, yəni bunlar da düşə bilər. Anatomiya qəbul imtahanının sevimli bir bölməsidir. Anatomiyanı mükəmməl səviyyədə öyrənin. Zaten anatomiyada çətin bir məqamı yoxdur. Şərti, şərtsiz refleksləri öyrənin. Bu il də qəbul imtahanına düşə bilər. Bilmirəm, burada qeyd etmişəm ya yox, amma şərti, şərtsiz refleksləri öyrənin.
Daha sonra ümumi biologiyada, sitologiyada alimlər də orqanoidlərdə bir membranlı, iki membranlı, membransız quruluşlu mitoxondri xloroplast verər və yaxud Golgi aparatı verə bilər. Bunlara aid bir sual ola bilər. Digər orqanoidlərdə düşə bilər. Lizosom olsun, vakuole olsun və yaxud da hamarendoplazmatik şəbəkə, dənəvər-endoplazmatik şəbəkə. Bunlara aid qrafik tipli sual və yaxud da ki, tək biri də düşə bilər. Ümumiyyətlə orqanoidlərə fikir verin deyərəm. Əsasda mitoxondri, xloroplast, bir membranlı orqanoidlər. Bunları yaxşı-yaxşı öyrənin. Məsələn, Golgi aparatı olsun, hamarendoplazmatik şəbəkə, dənəvər-endoplazmatik şəbəkə. Bunları öyrənməyimiz lazımdır. Daha sonra DNT, RNT, ATF-ə aid bir sual ola bilər. Adeninli, məsələn, azot əsasının olmağı və yaxud da ki, onlardan olan rabitəsi, makrohidrogen rabitəsi ola bilər. Bunlara aid sual hazırlana bilər. Məsələ də düşə bilər bunlara aid. Daha sonra transkripsiya, translyasiya prosesinə, yəni zülal biosintezinə fikir vermək lazımdır. Mitoz, meyoza aid suallar demək olar ki, hər il düşür. Ümumiyyətlə, çoxalmaya aid suallar düşür. Çoxalmanı mükəmməl səviyyədə öyrənmək lazımdır. Çox mükəmməl səviyyədə öyrənmək lazımdır. Çoxalma tipləri olsun. Tumurcuqlanma, ikiyə bölünmə, calaqla. Yəni, bunların hamısına diqqət yetirmək lazımdır. Qeyri-cinsi, cinsi çoxalmanı ümumiyyətlə öyrənin. Transkripsiya, translyasiya, mitoz, meyozu öyrənmək lazımdır. Mitoz, meyoza aid bir sual düşə bilər. Qrafik tipli sual ola bilər, sadə bir sual ola bilər. Məsələn, deyər ki, anafaza mərhələsində baş verən prosesləri seçin. İstər mitozda, istər meyozda, yəni aid sual düşə bilər. Asan bir genetika sualı ola bilər. Nəsil ağacına aid bir sual ola bilər. Və yaxud da ki, analiz edici çarpazlaşma, adi bir çarpazlaşma verər. Drozofil milçəyinə aid bir sual düşə bilər. Pomidorun genetik xəritəsini öyrənin deyərəm. Buna da aid bir sual ola bilər. Hətta bir qəbul imtahanında da düşmüşdü pomidorun genetik xəritəsi. Onu öyrənmək lazımdır. Daha sonra xəstəliklər XY cinsiyyət xromosomu, sindromları mükəmməl səviyyədə öyrənin. XY cinsiyyət xromosomuna fikir verin. Heteroqametlik, homoqametliyə. Bunlara fikir vermək lazımdır. Məsələn, quşlarda dişi fərd deyirik ki, heteroqametli, erkək fərd homoqametdir. Bunu bütün canlılarda bilməliyik. Məsələn, sürünənlərdə də bunlar hər birisində bilmək lazımdır. Çiyələkdə də, maya sarmaşığında da bunları öyrənmək lazımdır. Çoxalma ontogenezi öyrənmək lazımdır. Və daha sonra burada qeyd etdiyim kimi xəstəliklər XY cinsiyyət xromosomu, ontogenez, çoxalma formaları, tam parçalama, natamam parçalama və mərhələlər. Burada tam natamam parçalama yumurtalığın sarılığına görə bunu qeyd etmişəm. Seleksiya aid suallar hər il qəbul imtahanında düşür, bu il də düşəcəkdir. Bir də bu il nədənsə klonlaşdırmaya aid bir sual gözləyirəm. Dolliyə aid bir sual ola bilər. Mənim səhifəmdə də klonlaşdırmanı çox geniş şəkildə izah etmişəm. Orada da izləyib yararlana bilərsiniz. Ekologiya biosferdən necə bir sual düşə bilər? Produsent, konsument, redusent və orada simbiotik, neytralizm, komensalizm kimi bu həyat formalarına da fikir verin və digərlərinə təbii ki. Seleksiyada mənşə mərkəzlərinə fikir verin. Orada bir də ki, yeni məsələn, Befverk-Taykanın ilə məsələn, nəyi verə bilər? Eylerven dairəli bir sual ola bilər. Təbii ki, bu sual qəbul imtahanına düşüb. Məsələn, düşə bilər ki, Kitayka ilə sarı Befverin çarpazlaşmasından alınan Befver-Kitaykanın xüsusiyyətləri və yaxud da ki, Befver-Kitayka ilə Kitaykanın fərqi. Belə bir sual ola bilər. Və yaxud da ki, yabani Suriya armudu ilə Bere Royal armudun çarpazlaşmasından alınan qış beresi armud sortunun xüsusiyyətlərini soruşa bilər. Qış beresi ilə yabani Suriya cır armudunun fərqli xüsusiyyətini soruşa bilər və yaxud da ki, Bere Royalın hansı dişi erkək olmasına fikir verin. Və təbii ki də fəsilələrə uyğun olaraq onları belə deyək hazırlayan, kəşf edən alimləri öyrənin və mənşə mərkəzlərini mükəmməl səviyyədə bilmək lazımdır. Məsələn, mən bunu həmişə bir asan formasını hazırlamışam. O formada da öyrədirəm öz abituriyentlərimə. Burada bir hissəsini deyə bilərəm ki, məsələn, Şərqi Asiya mərkəzini belə yadda saxlaya bilərsiniz ki, oturub alma cemi və gavalı mürəbbəsi ilə çay içirəm. Oturub burada turpla əlaqələndirib yadda saxlaya bilərsiniz və alma, gavalı çay, yəni bilirik ki, artıq Şərqi Asiya mərkəzinə alma, turp, gavalı çay aiddir. Digərlərinə də aid təbii ki, asan kodlar var.
Bunlar da mükəmməl səviyyədə öyrənmək lazımdır. Mən sadəcə burada vaxt getməsin deyə bir hissəsini deyirəm. Daha sonra redusent, producent, konsumentə fikir vermək lazımdır. Qida zəncirinə fikir vermək lazımdır. Qida zəncirini çəkər, orada bizdən müəyyən etməyimizi soruşa bilər. Simbiyoz, neytralizm, komensalizm, amensalizm, bunlara fikir vermək lazımdır. Və gəlirik yekunda bizə situasiya. Situasiya nə ola bilər? Situasiya anatomiyadan da ola bilər. Son bir neçə ildə anatomiya üstünlük verirlər situasiya sualında. Bu ildə düşə bilər anatomiyadan. Ümumi biologiyadan da düşə bilər. İki qat mayalanmadan da düşə bilər. Bunlara fikir vermək lazımdır. Yadda saxlamaq lazımdır ki, ümumiyyətlə qəbul imtahanında sümük sistemidir, cinsiyyət sistemidir, qurtlardır, bakteriyalardır, xəstəliklərdir. Yəni bunlar mütləq düşür. Göbələklərə də aid sual düşür. Analizatora aid sual düşür. Yəni bunlara fikir vermək lazımdır. Sümük sistemi mütləq düşür. İfrazat sisteminə aid bir sual ola bilər. Böyrəyin quruluşu ola bilər. Bunlara diqqət yetirmək lazımdır. Böyrəyin daxili quruluşunu öyrənmək lazımdır. Nefronun quruluşu, sinir sistemi, vəzlərə aid sual düşür. Vegetativ generativ orqanlara aid bir sual düşür. Yosunlara, qıcı kimilərə, mamırlara aid bir sual düşür. Yosunu verər, mamırı verər, qıcı kimini verər, belə bir sual hazırlaya bilər. Mənə soruşulan suallardan biri deyir ki, biotexnologiya aid sual düşə bilərmi? Mən məsləhət bilərəm ki, biotexnologiyanı oxuyasınız. Yəni heç bir mövzunu oxumadan keçməyin. Adi Hardy-Weinberg qanunudur. Məsələn, bu əsasən müəllimlərə düşür. Mən yenə də onu abituriyent səviyyəsinə keçirəm. Hər ehtimalı öyrənmək lazımdır. Nəsil ağacını mükəmməl səviyyədə öyrənmək lazımdır. Sindromları mükəmməl səviyyədə öyrənmək lazımdır. Qan qruplarını öyrənmək lazımdır. Qan qrupların hansı alimlər kəşf edib, bunları da öyrənmək lazımdır. Hansı qan qrupu hansına qan verə bilər, hansında belə deyək, antigen, antitel xassəli maddələr var. Bunlara da fikir vermək lazımdır təbii ki də. Bir də müxtəlif mənşə mərkəzlərinin yerləşdiyi qitələri öyrənin. Daha sonra nə deyə bilərəm? Tənəffüs sisteminə fikir verin. Seleksiyaya aid sual düşür. Bu ildə düşəcək deyə düşünürəm. Çiçək qruplarına fikir verin. Fəsilə nümayəndələrinə fikir verin. Çılpaq toxumlara aid sual düşə bilər. Çılpaq toxumlarla örtülü toxumları əlaqələndirib bir sual hazırlaya bilərlər. Bunlara xüsusi diqqət yetirmək lazımdır. Şərti şərtsiz refleksi öyrənin. Sual düşə bilər oradan da. Başqa. Hələ ki xatırladıqlarım bu qədərdir. Burada da bir neçə sual seçmişəm. Mən istəyərəm ki, o suallarla tanış olaq. Həm sual tipinə görə, həm də qəbul imtahanına düşmüş suallarda ona görə istəyərəm. Gəlin keçək və burada onlarla tanış olaq. Deməli, birinci sualdır. Qəbul imtahanına düşmüş suallardan biridir. Keçən il düşüb bu tip sual. Bu sual tipinə görə sualı yerləşdirmişəm. Həm də gördük ki, örtülü toxumlara aid bir sual düşüb. Ümumiyyətlə bu tip sualı işləyərkən görürük ki, 1, 2, 3 qeyd edib. Həmişə sadə karandaşla yazmanızı məsləhət bilərəm və kənardan yazdığınız cavabı biraz daha iri yazın. Və ona uyğun cavabları da buradan qeyd edək. Deməli, baxırıq 1-ə. Görürük ki, 1 bu hissəni əhatə edir. Və bizə deyir ki, meyvəsi gilə meyvədir, 2 ləpəli bitkidir. Bu bitkinin meyvəsi gilə meyvə, özü də 2 ləpəlidirsə, variantlardan 1 ləpəni müvəqqəti olaraq çıxarıq. Məsələn, dağ laləsi, inci çiçəyi. Və görürük ki, meyvəsi gilə meyvədir. Gilə meyvədirsə, xaççəklər fəsləsi nümayəndəsini buradan çıxırıq. Görürük ki, A qaldı, 1-ə A. Daha sonra indi bunları götürüb bibəri çıxırıq. İndi 2-yə baxaq. 2 bu hissəni əhatə edir. 2-də bizə deyir ki, 2 ləpəli bitkidir, çiçəkləri 6 erkəkçilidir. Çiçəyi 6 erkəkçilidirsə, o dəqiqə xatırlamalıyıq ki, xaç çiçəklidən zambaqlardan ola bilər. Amma 2 ləpəli bitki olduğunu qeyd edir. Deməli, zambağı çıxarıq. Zambaqlar fəsələsinin nümayəndəsini çıxarıq. Yəni, dağ laləsi, inci çiçəyini çıxarıq. Cavab qalar C-E. Baxırıq, 2 ləpəli bitkidir. Bəli, deməli, C-E-ni də bura qeyd edərik. Daha sonra indi E variantını və C variantını çıxıb B ilə D-ni düşünəcəyik. Üçüncü isə bu hissəni əhatə edir. Bizə deyir ki, çiçəkləri 6 erkəkcilidir, meyvəsi gilə meyvədir. 6 erkəkcili olmasını düz qeyd edib. Dağ laləsi inci çiçəyi də 6 erkəkcilidir. Amma meyvəsi gilə meyvədir. Bu təkcə inci çiçəyə aiddir. Çünki dağ laləsinin meyvəsi qutucuq meyvədir. Ona görə B ümumiyyətlə heç birisinə aid edilmir. Təkcə D-ni götürürük.
və cavabımız bu şəkildə olur. Kənarda da qeyd etdiyimizə görə rahat şəkildə kodlaşdırmayı yaza bilərik. İndi gəlin ikinci sualımızla tanışaq. İkinci sualda görürük ki, tozlanmaya aid bir sualdır. Bu ildə düşə bilər. Tozlanmaya xüsusi diqqət yetirmək lazımdır. Tozlanmada məsələn küləklə tozlanma olsun, həşəratla öz-özünə tozlanma, onların xüsusi quruluşları var. Onlara diqqət yetirmək lazımdır. Məsələn, burada küləklə tozlanma ilə həşəratla tozlanmanı qeyd ediblər. Gördüyümüz kimi elərvən dairəli suallar çox düşür. Aşağıdakı sual da bundandır. Gəlin sualımıza baxaq. Deyir ki, küləklə tozlanma, həşəratla tozlanma. Görürük ki, burada 1, 3, 2-dir, amma burada 1, 2, 3-dür. Mən də 1, 2, 3 yazıram. Konkret bilirəm ki, üçüncü ortaqdır. Ortağı yazacağıq ora. İndi baxaq, tozlanma cinsi çoxalmaya xidmət edir. İstər küləkli olsun, istər həşəratlı olsun, istər öz-özünə olsun. Tozlanma nə üçündür? Çoxalma üçündür. Süni tozlanma da həmçinin. Ona görə tozlanma cinsi çoxalmaya xidmət edirsə hər ikisində. Nektarlıq var. Nektarlıqda söhbət gedirsə biz bilərik ki, bu həşəratla tozlanmadır. Axı biz quruluş xüsusiyyətlərini bilməliyik. 2-ni yazdıq bura. Çoxlu quru yüngül tozcuqlar olur. Təbii ki, bu küləklə tozlanmaya aiddir. Quru yüngül tozcuqlar olmalıdır ki, bu rahatlıqla küləklə ətraf mühitə yayılıb çoxalmanı təmin edə bilsin. Deməli, birinciyə aiddir 3. Daha sonra 4-də iri və əlvan çiçəkləri olur. İri əlvan çiçəklər, daha görünüşlü, xoş ətirli çiçəklər təbii ki, həşəratla tozlanmaya aiddir. Ona görə bura aid olacaq 2, 4. Tozlanma çarpazdır. Təbii ki, hər ikisində çarpazdır. İstər küləklə çarpaz, həşəratla çarpaz, bunlar çarpaz tozlanma növləridir. İndi gəlin baxaq. Deməli, hər ikisinə aid olacaq. 5-i bura yazırıq. Görkəmsiz, ətirsiz, nektarsız çiçəklər. Ümumiyyətlə, burada görkəmsiz, ətirsiz yazır. Mən deyirəm, nektarsız çiçək də deyə bilər. Bunlar təbii ki də küləklə tozlanmaya aiddir. 3, 6 bura qeyd etdik. Deməli, buna uyğun variantımızı seçək. 1-ə 3, 6, 2, 4, 1, 5 rahatlıqla da cavabımızı tapdıq. Gördünüz belə. Daha sonra üçüncüyə baxaq. Üçüncüdə bizə verilən Euler-Venn diaqramına əsasən uyğun bəndlərdir. Yenə də çay xərçəngi ilə may böcəyini verib gördüyümüz kimi. Boğum ayaqlar düşübdür. Bunlar hamısı qəbul imtahanına düşmüş suallardır, qeyd edim ki. Və sual tiplərinə görə də, həmçinin suallara görə də bunları sizin üçün seçmişəm. Bizə deyir ki, uyğun bəndləri müəyyən edək. Çay xərçəngi və may böcəyidir. Bir də deyir ki, həzm vəzsi qidanın həzmində və sorulmasında iştirak edir. Bu çay xərçənginə aiddir. Gəlin qeyd edək. 1, 2, 3. Gördüyümüz kimi 1, 3, 2-də, amma 1, 2, 3 qeyd edib. Deməli, həzm vəzsi qidanın həzmində sorulmasına iştirak edir deyirsə, biz bilirik ki, bu çay xərçəngindədir. 1 yazırıq. Daha sonra ifrazat sistemi həzm sistemi ilə əlaqəlidir. May böcəyində olacaqdır. Və bir də kloakası olan canlılara da buna aid edə bilərik. Deməli, may böcəyi olana 2 yazacağıq. Çünki may böcəyinə aid bir xüsusiyyətdir. Daha sonra burada bizə verilən xarici skelet daxildən əzəllər birləşir. Bu hər ikisinə aid olacaq. İstər çay xərçəngində, istər may böcəyində. Baxın, burada mən bayaq qeyd etdiyimdə xarici skelet. Bunlardan xarici skeletinin olub olmamasını sizin bilik səviyyənizə görə yoxlayacaqlar. Bilməliyik ki, xarici skelet var. Və ona daxildən əzəllər birləşir. Bu hər ikisində bu formadadır. Yəni düşüb. Daha sonra çox kameralı ürəyə malikdir. Biz bilirik ki, çox kameralı ürəkdən danışırıqsa may böcəyini deyəcəyik. Mən sizə demişdim ki, may böcəyinin qan damar sisteminə xüsusi diqqət yetirin, tənəffüs sisteminə xüsusi diqqət yetirin və çoxalmasına xüsusi diqqət yetirin tam natamam inkişafa görə. Deməli, çox kameralı ürəyi var. Təbii ki, bu may böcəyinə aiddir. 2, 4. İnkişafı düzünədir. Xərçəngdə bu formadadır. May böcəyində dolayı deyəcəyik. 6-da deyir ki, qanı qida maddələri bədənin hüceyrələrinin daşınmasında iştirak edir. Qida maddələrinin daşınmasında hər ikisində iştirak edir. Deməli, 3, 6. Və burada qeyd edirik ki, may böcəyinin ümumiyyətlə şartlarda qan qırmızı rəng yoxdur deyə, onlarda təkcə qida maddələrinin daşınmasında iştirak edir. Ona görə E variantıdır bizim cavabımız. Daha sonra keçək növbəti sualımıza. Növbəti sualda bizə verib helmint, öküz soliteri. Gördüyümüz kimi bayaq da sizə dedim. Biohelmint, geohelmint, əlaqə təmas helmintlərinə xüsusi diqqət yetirmək lazımdır.
Daha sonra burada verilən bizə öküz soliterdir. Onun inkişaf dövrü və yayılma yollarına asılı olaraq aid olduğu qrupu soruşur. Bilirik ki, biohelminti sahib dəyişməklə gedənlərə biohelmint deyirik. Birbaşa torpağa düşürsə, inkişaf dövriyyəsi torpaqda gedirsə, geohelmint deyirik. Təmas yolu ilə əlaqə yolu keçirsə, əlaqə təmas helmintləri deyirik. Biohelmintlər amma sahib dəyişməklə gedir. Öküz soliterdir, sahib dəyişməklə getdiyinə görə biohelmintdir. Törətdiyi helmintoz. Helmintoz da xəstəlik deməkdir. Bilirik ki, öküz soliterində teniarinxoz adlanır. Ona görə A variantı. Növbəti sualımız. Gördüyümüz kimi vəzlərə aid bir sualdır. Bu ildə düşə bilər. Deməli, doğru olanı bizdən istəyir. Baxın, X, Y, Z verib. Miksedema cırtdan boyluq şəkərli diabet. Miksedema hansı hormonun funksiyasının pozulması nəticəsində yaranan xəstəlikdir? Burada bizə vəzi qeyd edib, həmin hormonda vəzə aid olanı seçməliyik. Yəni ki, bilirik ki, miksedema qalxana bənzər vəzinin funksiyasının pozulması nəticəsində yaranan xəstəlikdir. Ona görə bura qalxana bənzər yazacağıq. Qalxana bənzər. Cırtdan boyluluqda da bilirik ki, hipofiz vəzinin funksiyası pozulduqda yaranır. Hipofiz. Şəkərli diabet isə bilirik ki, mədə altı vəzinin funksiyasının pozulması nəticəsində yaranır. Doğru olan istəyir ki, X vəzi bədən boşluğunda yerləşir. Qalxana bənzər vəzi bədən boşluğunda yerləşmir. Ona görə bir səhvdir. Bir səhvdirsə konkret ata bilərik biz A və E-ni. Deyir ki, Y vəzinin hormonu cinsiyyət sisteminə təsir göstərir. Y hipofizi bəli təsir göstərir. Bu doğrudur. Pankreatik xəstəlik zamanı Z tərəfindən Z mədə altıdır. İfraz olunan amilazan miqdarı artır, yox, azalır. Bu səhvdir. 3 səhvsə çıxırıq konkret B variantıdır, amma baxmalıyıq. Daha sonra bizə deyir ki, Z vəzinin yerləşdiyi bədən boşluğu Z mədə altı vəzidir. Qarın boşluğunda yerləşir. Deyir ki, bədən boşluğunda hormonu ürək siqli müddətini azaldan vəzlər yerləşir. Təbii ki, burada o dəqiqə biləcək qarın boşluğunda böyrək üstü vəzi yerləşir. Bu da adrenalin hormonu hazırlayır. O ürək siqli müddətinə təsir göstərir. Ona görə bu doğrudur. 5-ci Y və Z vəzləri müxtəlif bədən boşluğuna yerləşir. Bəli, bu kəllə boşluğudur, o da qarındır. Ona görə bizim həqiqətində cavabımızın B olduğu doğruludur. Buradan 3-ü də çıxmışdıq. Ona görə cavab olur B variantı. 6-cı suala baxaq. Sağlam qadın 28 günlük aybaşı sikli təsvir olunmuşdur. Doğru olmayan mülahizəni istəyir, doğru olmayanı istəyir. Birinci, ikinci, üçüncü deməli dövrləri qeyd ediblər. Biz bilirik ki, birinci dövr, baxırıq şəkilə, aybaşı dövrüdür. İkinci aybaşdan sonraki dövrdür. Üçüncü isə sarı cisim dövrüdür. Daha sonra baxırıq. Deyir ki, mayalama prosesi yalnız birinci fazda baş verə bilər. Bu səhvdə birinci faz aybaşı fazasıdır. Orada mayalama prosesi baş vermir. Bir səhvdirsə götürəcəyik. Deməli, bir olmayanları tez çıxırıq vaxt qazanmaq üçün. Daha sonra ikincidə, üçüncü fazada əmələ gələn vəzi, daimi daxili sekresiya vəzi xeyr, müvəqqətidir, daimi deyil. Ona görə 2-ni də götürürük. Üçüncüyə bax, birinci, ikinci fazda maksimum davam etmə müddətinin cəmi 19 gündür. Yəni, davam etmə müddətlərini yazaq. Birincinin davam etmə müddəti 4-5 gündür. Aybaşı fazası 4-5. İkincinin davam etmə müddəti 9-10 gündür. Üçüncünün davam etmə müddəti isə 14 gündür. Baxın. İndi baxırıq. Birinci və ikinci fazanın maksimum davam etmə müddəti. Birin maksimum davam etməsi 5-dir. İkincinin maksimum davam etmə müddəti 10-dur. O da eləyir cəmi 15. Burada 19 yazıb. Bu səhvdir. 15 etməli idi. Ona görə 3-ü də götürürük. Cavabımız E variantıdır. Gəlin baxaq 4-ə. 10 yaşlı qızı birinci, ikinci, üçüncü faza olmaya bilər. Olmaya bilər çünki aybaşı prosesi 10-12 yaş aralığında baş verir. 10 yaşlı ola bilər, 11-də, 12-də ola bilər. Ona görə 10 yaşlı olmasın, 11-də olsun, 12-də olsun. Yəni olmaya bilər. Bu doğrudur. İndi baxırıq. İkinci fazanın maksimum davam etmə müddəti 10 gündür. Baxın, görürük ki 10 gündür. Bu da doğrudur. Deməli, seçdik artıq biz cavabımızı və bizim 7-ci sonuncu sualımız dediyim tipdə sualdır. Yaşıl çiçəkli söyüd və adi şam. Biz bilirik ki, yaşıl çiçəkli söyüd deyirsə, dişi bitkidən söhbət gedir. Adi şam deyirsə, bizə bunun erkək dişi olduğunu qeyd etmədiyinə görə, yəni bilmirik. Ona görə yazırıq həm dişi, həm erkək. İndi baxırıq. Mayalanma baş verir. Bilirik ki, mayalanma dişi çiçəkdə, məsələn,
söyüddən söhbət gedirsə dişi çiçəkdə, şamdan söhbət gedirsə dişi qozada gedəcəkdir. Ümumiyyətlə burada dişi də ola bildiyinə görə bu hər ikisinə aid olacaq. Deməli yazıram 1, 2, 3. Hər ikisinə aid olduğuna görə 3-ə A yazırıq. Daha sonra 3 növ generativ orqana malikdir. Adi şam 2 növdür, qozadır, toxumdur, söyüd isə 3-dür. Çiçəkdir, deməli toxumdur və meyvə də əmələ gətirə bilir. 3 növ generativ orqana malikdirsə 1-ə yazacağıq. Tozcuq kisələri var. Əgər tozluq desəydi söyüdə aid edərdik, amma tozcuq dediyinə görə adi şama aid edirik. Deməli, təkcə adi şama deyirsə 2-yə C gedəcək. Tozlanma baş verir. Bilirik ki, tozlanma bunun hər ikisində baş verəcək. Yəni, hər ikisinə gedə bilər. 3 növ vegetativ orqana malikdir. Bu da hər ikisinə aiddir. Hər deməli ikisində kök, gövdə, yarpaq var. Buna uyğun cavabımız da B variantında olur. Bəli, B variantı və beləliklə bunun da cavabını tapmış olduq. Beləliklə biz suallarımızın və izahımızın sonuna gəldik. Ümid edirəm sizin üçün aydın oldu. Əlavə suallarınız varsa şərh bölməsinə qeyd edə bilərsiniz və bu tip izahların, bu tip sualların gəlməyini istəyirsinizsə videonu bəyənib kanalıma abunə olmağınız yetərlidir. Növbəti video izahlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.